Ha, ya Allah'ın adı, ya Allah'ın adı. Bəh, 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 bəh. Maşallah, maşallah. Belə bir 2 sotun içində belə bir gözəl məhləmi çıxdı. 11 marşrutuna bir 100 metrə. 11 marşrutuna, qayıdan marşrutuna 100 metrə. 2 sotun içindədir rəsmi sənədlə. Gir yaşa. Evin rəsmi sənədi var. Deməli, məhəllədən ötən olan bir dənə sanitar qovşağı. Bax, belə bir sanitar qovşağı, səlqəli. Bəh, bəh, bəh. Allah olmayanlara da qismət eləsin. Bir dənə məhəllədə, bax, belə bir görünüş, belə bir kuxna, bax, belə bir mətbəx. Yəni, bunlar məhəlləyə aid olan şeylərdir. Bunlar məhəlləyə. Bax, belə bir gözəl. İndi bu məhəllə nəsə tanış eləyim. Bu arxa məhəlləsi, bu arxa məhəlləsi. Deməli, bir dənə bax evin üstündə var, bir də məhəllədə var, zapaz. 2 bakı var. Deməli, bu zirzəmi ilə də sizi tanış eləyim. Bu zirzəmisi, bax belə bir gözəl, səlqəli, polkalı. Bütün evlərin altına, hamısına xod var. O evlərin hamısının altına xod var. Maşallah, maşallah, gözəl, gözəl. Doğrudan da, belə deyim, ev tərifləyəndə belə evi tərifləyərlər. Çox gözəldir, çox səlqəlidir. Evimiz deməli, 2 sotda yerləşir. 2 sotda Seviş qəsəbəsində, 11-in yolunda Al marketə, Obiya, hamısına yaxın. İndi evlə tanış edeyim sizi, əziz izləyicilərimiz. İndi evlə tanış edeyim gözəl insanlarımız. Əziz izləyicilərimiz, maşallah, maşallah, maşallah. Allah olmayanlara da qismət eləsin. Bax, belə bir koridor. Həmən girən kimi solda, bax, belə bir qaradovqalı, bax, belə bir şəraitdə, deməli, hamam otağı, hamam otağı, hamam otağı, Cahquz eli adlı. Gözəl, gözəl. Şimdi ətraflı məlumat verim. Deməli, bura bizim mətbəx. Bura bizim mətbəx. Amma mətbəx mebeli evin qiymətinə daxil deyil. Əgər ev sahibindən razılaşarsa, evin qiymətindən əlavə. Əgər razılaşarsa qalar. Yəni, bahalı mebeldir deyən. Yəni, evin üstündə qoymur. Deyir, əgər razılaşarıqsa da qiymət baxımından, onda mətbəx mebeli evdə qalar. Həmən deməli, buradan çıxan kimi, deməli, bir yataq otağı, maşallah, maşallah. Çox səlqəli evdir də, yəni, heç nə ehtiyac yoxdur. Ev yenə kombinində çəsis olunubdur. Bir dənə belə bir yataq otağı, belə bir yataq otağı. Evimiz deməli 2 yataq, 1 qonaq, 1 mətbəx, 1 koridordan ibarətdir. Bu da qonaq otağımız. Bu da qonaq otağımız. Həmən ətraflı məlumatını verirəm. Bu da qonaq otağımız. Evimiz deməli 2 yataq, 1 qonaq, 1 mətbəx, bir də koridordur. Deməli, kuxna mebelimiz evin qiymətinə daxildir, ev sahibinin deyişidir. Yəni, əgər evin qiymətini razılaşdıqdan sonra əlavə razılaşma olarsa, o da qalar yerində. Evimizin qiyməti 73.000 manatdır. Cüzi endirim var, cüzi. Birbaşa rəsmi sənədlə. Allah xeyir versin, Allah olmayanlara da qismət eləsin. Amin.